Hazreti Peygamber salavatullah buyurur ki, Fatimetu e'azzun nasi aleyye. Fatimə mənim üçün insanların ən əzizidir. Həqiqətən də xanım Fatimə salamullahi aleyha Peyğəmbər salavatullah üçün çox dəyərli və əziz bir insan idi. Baxın, bu təkcə bir atanın öz övladına olan adi bir məhəbbəti deyildi. Çünki Peyğəmbər salavatullahın başqa övladları da var idi. Amma Peyğəmbər salavatullahın xanım Fatiməyə olan məhəbbəti digər övladlarına olan məhəbbətindən çox fərq eləyirdi. Həzrəti Peyğəmbərin xanım Fatiməyə olan bu böyük məhəbbətinin ən əsas səbəbi Həzrəti Zəhranın Allah Taalaya olan məhəbbətindən qaynaqlanırdı. Ona görə də Həzrəti Peyğəmbər salavatullah öz qızını bu qədər çox istəyirdi. Amma təəssüflər olsun ki, Peyğəmbər salavatullahdan sonra onun ən əziz olanını, gözlərinin nurunu, xanım Fatiməni, özünü Peyğəmbər salavatullahın ümməti adlandıran bir iddə şəxslər Peyğəmbərdən sonra ona zülm etdilər.